Non-stres test və yaxud kardiotokoqrafiya, eyni zamanda stres testi də var. Qısaca bu müayinəni nə üçün edirik? Onun haqqında məlumat verəcəm. Hamiləliyin hardasa 30-cu həftəsindən başlayaraq artıq biz bu proseduru hamilələrdə icra edirik. Bəzi xəstələrdə daha sıx-sıx edə bilirik. Normal fiziolojik gedən bir hamiləlikdə normalda 2 həftədən bir non-stres test ya testi edirik və yaxud kardiotokoqrafiya. Bu müayinə bizə nəyi göstərir? Müəyyən zaman çərçivəsində 20, 25, 30 dəqiqə aralığında dölün ürək döyüntüsünün necə dəyişdiyini qeyd edən bir aparatdır. Eyni zamanda da, yəni kardioqram kimi, dölün kardioqramı kimi bir vərəqdə yazı olur. O yazıda biz dölün ürək döyüntüsünün hərəkətdən asılı olaraq eyni zamanda anada bir düyməcik olur. Uşaq hərəkət etdikcə o düyməciyi basır və düyməciklə vərəq üzərində bir xətt çəkilmiş olur və o xəttdə biz uşağın o zaman hərəkət etdiyində ürək döyüntüsünün necə dəyişdiyini, artdığını mı, azaldığını mı qeyd edə bilirik. Variasiyası necədir? Yəni dölün ümumiyyətlə funksional vəziyyətinin necə olduğunu göstərən bir müayinə metodudur. Eyni zamanda tokoqrafiya dediyimizdə, yəni 2 sensor olur. Bu sensorlardan biri dölün ürək döyüntüsünün maksimal yaxşı eşidildiyi nöqtəyə qoyulur, ananın qarnının ön səthinə, uşaqlıq üzərinə. Eyni zamanda uşaqlığın dibinə ikinci sensor qoyulur. O uşaqlığın yığılma aktivliyini göstərir. Tokoqrafiya dediyimiz, yəni yığılma aktivliyini, uşaqlığın yığılma aktivliyi necədir? O da faizlərlə özünü göstərir və variasiya olaraq zaman çərçivəsində uşaqlığın neçə dəfə yığılması olduğunu və o intensivliyin nə qədər olduğunu göstərən bir cihazdır. Bunu həm hamiləlik təqibində 30-cu həftədən sonra doğuşa qədər istifadə edə bilirik. Bu zaman non-stres testdir və yaxud da doğuş zamanı istifadə olunur. Dölün başı çıxana qədər, yəni doğuş prosesində baş çıxana qədər ürək döyüntüsü cihaz vasitəsilə təqib edilir doğuşda. Eyni zamanda sancı olan zaman dölün ürək döyüntüsünün dəyişməsinin qeydiyyata aldığı üçün o artıq stres test sayılır. Yəni doğuş fəaliyyəti zamanı olan ürək döyüntüsünün dəyişməsi və ondan asılı olaraq biz dölün funksional vəziyyətini, eyni zamanda uşaqlığın yığılma aktivliyini qeyd edə bilirik və onun haqqında mülahizə yürüdə bilirik ki, bu uşağın funksional vəziyyəti yaxşıdırmı, yoxsa yaxşı deyilmi və yaxud da ürək döyüntülərində düşmələr varmı, bunun səbəbi nə ola bilər? Çünki ultrasəs müayinəsində biz normalda çox qısa zaman çərçivəsində ürək döyüntüsünü qeydiyyata ala bilirik, maksimum 1 dəqiqəyə qədər. O bizim çox zamanımızı ala bilir ultrasəsdə. Ona görə kardiotokoqrafiya və yaxud non-stres test və yaxud doğuş zamanı qeydiyyata alınan stres test dölün ürək döyüntüsünün qeydiyyata alınması ilə bizə döl haqqında yetərli informasiya verə bilər və doğuş fəaliyyəti haqqında yetərli informasiya verə bilər. Erkən doğum riski olan xəstələrdə uşaqlıq yığılmasının aktivliyi varmı, yoxdurmu? O aktivliyi aradan qaldırmaq üçün hansısa dərman müalicəsini etməmizə gərək varmı? Bunu göstərir və eyni zamanda doğuş fəaliyyəti zamanı uşaqlıq yığılmalarının intensivliyi nədir, tezliyi nədir, orada problemlərimiz varmı, yoxsa doğuş fəaliyyəti yetərincə normal fiziolojik olaraq gedir? Aparat tam dolğun şəkildə bizə məlumat vermiş olur və ondan asılı olaraq ürək döyüntüsünün dəyişməsindən asılı olaraq və yaxud ürək döyünməsinin enməsi varsa, bu enmə nə dərəcədədir, sancıya bağlıdırmı, sancıya bağlı deyildirmi? Sancı bitdikdən sonra davam edirmi? Uzun müddətlidirmi? Nə qədər dərindir? Bunların hamısının elmi terminologiyaları var. Onları başınızı yormamaq üçün deməyəcəm. Amma nəticə etibarilə mama ginekoloqun praktikasında sıx istifadə etdiyi, doğumda bizə, eyni zamanda da hamiləlik təqibində bizə kömək edən bir cihazdır.